Mərd oğullar dururlar ki, Rasim kimi oğullar o düşmanın qabağında durub öz şirin canlarını vətənə qurban verdilər. O övlad acısı ağırdır, ağırdan ağırdır. Mən Nazirə ananın xətrini həddən acı çox istəyirəm. Ona görə ki, o ana bu yaşlı vaxtında, bu ahıl vaxtında bizlə bərabər bütün Naxçıvanı dolaşır. Çətindir. Bax, Abdüləminin simasında, Abdül kişinin simasında 24 il el arabasına gezen insan bu oğul dərdinə dözməyərək 24 gün içərisində dünyasını dəyişdi. Baxın, oğul dərdi budur. Bu ağırdır adam üçün. Allah hamısının məkanı cənnət eləsin. Dünyasını dəyişmiş şəhid ata-analarının hamısının məkanı cənnət eləsin. Şəhidlərimizi unutmayın. Unutmayın və unutturmayın. Gələcək nəsillərə çatdırmaq üçün hamının bütün vətəndaşlıq borcudur. Bizim boynumuzda borc qoyub gedib bunlar. Bak 44 günlük şəhidlərimiz, antiterror şəhidlərini bunlara haqqını halal etdirdiler. Onların bizlərə də haqqını halal etməsi üçün, o boynumuzdaki yükü götürmək üçün, o gələcək nəsillərə çatdırmaq bizim hamımızın vətəndaşlıq borcumuzdur. Allah şəhidinə dəyər verin, bütün insanların ömrünü uzun eləsin. Çox sağ olun.